Amalda MMC'nin baş direktoru Dönməz Məmmədov. Bu müraciətim Azərbaycan Respublikasının prezidenti möhtərəm Ali Baş Komandan Prezident İlham Əliyevədir. Möhtərəm prezident, dəfələrlə sizə etdiyim müraciətlərin nəticəsi olmadığı üçün yenidən müraciət edirəm. Mənim dəfələrlə etdiyim müraciətlər göstərdiyi kimi Baş Prokurorluqda müxtəlif araşdırma getsə də bu günə qədər hər hansı bir nəticə göstərməmişdir. Demək istəyirəm ki, İstintaq İdarəsində ayrı-ayrılıqda 3 ayrı araşdırma var ki, 2015-ci ildən başlasa da bu günə qədər bunların haqqında hər hansı bir məlumat verilmir. Əlavə, İsmayıllı rayonunda, Binəqədi rayonunda, Abşeron rayonunda və Sumqayıt şəhərində. Demək istəyirəm ki, bu araşdırmaların ən böyüyü son vaxtlar ən dramatik vəziyyət yaradan Sumqayıt şəhərində yaranmış vəziyyətdir. İllərdir ki, Sumqayıt şəhər İcra Hakimiyyəti Sumqayıt şəhərinə təyin edildiyi vaxtdan bütün əksər sahibkarları Sumqayıt şəhərində fəaliyyətin əlinə keçirmişdi. Bunlardan yeganə qalan insanlardan biri mən idim. Mənim başıma açılan bu işlə əlaqədar 2018-ci ildə Azərbaycan Respublikası Prezident Aparatının orqanında geniş məqalə verilmişdi. Həmin məqalə veriləndən sonra Sumqayıt şəhəri İcra Hakimiyyəti mənə qarşı olan qərəzli mövqeyindən geri çəkilmişdi. Çox təəssüflər olsun ki, 2021-ci ildə Sumqayıt şəhər polis idarəsində yeni rəis təyin edilən kimi mənim fəaliyyətimi zəbt etdilər. Mən hər ay dövlət vergisi ödəyib, fərqləmə nişanı alıb, fəaliyyət göstərmək istədiyim halda Sumqayıt polis idarəsinin rəisi və icra hakimiyyəti qeyri-qanuni olaraq müxtəlif markalı maşınları həmin əraziyə cəlb edib, öz adamları müxtəlif əraziyə yerləşdirib və qeyri-qanuni olaraq pul yığırlar və Azərbaycan vətəndaşlarının başına min bir oyun açırlar. Bunu misal üçün gətirmək istəyirəm ki, Tarix Şurasının Bakı-Sumqayıt istiqamətində gediş haqqı 80 qəpik olduğu halda Sumqayıt şəhər İcra Hakimiyyəti və polis rəisi sərnişinlərin birini 2 manat, 1 manat, 1 manat 50 qəpiyə daşıdırıb və istədikləri məbləğdə olan pulları yığırlar. Bu özbaşınalıq Sumqayıt şəhərində yerləşən Heydər Əliyev parkının yaxınlığında 10 metrliyində olan hissədə görmək olar. Ulu Öndərin abidəsinin yaxınlığında bu özbaşınalığı yaradan dövlət məmurları yəqin ki, çox yaxşı bilməlidirlər ki, Ulu Öndərin adını daşıyan bir ərazidə bu cür özbaşınalıq yaratmaq ola bilməz. Mən sizə müraciət edirəm ki, dəfələrlə Baş Prokurorluqda, İstintaq İdarəsində verdiyim izahatda bəzi məlumatlar vermişdim ki, bu məlumatlar haqqında bu günə qədər də mənə məlumat verilmir. Polis şöbələrində izahat vermişəm, hər birinin cinayət haqqında ayrı-ayrılıqda məlumat vermişəm. Çox təəssüflər olsun ki, bununla əlaqədar məni hər hansı bir orqan dəvət edib, təkrar hər hansı bir araşdırma aparmamışdır. Son vaxtlar mənə olan məlumata görə Baş Prokuror İstintaq İdarəsi Sumqayıt Prokurorluğuna göndərilən bir işdə təəssüflər olsun ki, Sumqayıt Polis İdarəsində araşdırma olub, həmin vətəndaş güya məni tanımadığı haqqında izahat verib və işi bağlamışdır. İkinci bir məlumat yenidən mənə daxil olub ki, Sumqayıt Polis İdarəsində ikinci bir izahat, bəzi qeydiyyatlar vardı ki, ərziyə əlavə edib göndərilmişdi. Orada Sumqayıt şəhərinin polis idarəsinin pul yığanı orada göstərib ki, həmin qeydiyyatı mən özüm üçün aparmışam. Hörmətli Kamran müəllim, sizin prokurorluğun aid olduğunuz qurum dəfələrlə mənim telefonuma sayı bilinməyən bildirişlər göndərilib ki, sizə əlavə məlumat veriləcək. Bu günə qədər mənə bu məlumatlar haqqında hər hansı bir cavab verilməyib.
Demək istəyirəm ki, Sumqayıt şəhərinə orqanına araşdırma üçün göndərilən bəzi ərizələr isə aidiyyatı olmayan dövlət qurumlarına verilib. Bildirmək istəyirəm ki, mənim bu günə qədər istər icra hakimiyyəti, istər də polislə hər hansı bir şəxsli qərəzli münasibətim olmayıb. Ancaq təəssüflər olsun ki, Sumqayıt şəhər icra hakimiyyəti təyin olunan vaxtdan göstərmək istəyirəm. Məzahir adlı şəxsə bu sənəti mən yazmamışam. Bu sənəti Məzahirin adını göstərən bu gün Zakir müəllimə və polis rəisinə təqdim edən şəxs məbləği yazan da odur, pulu verən də odur. Bu sənədlərin isə verilən gündən dayanan günə qədər sənədlər məndədir. Nə üçün aidiyyatı qurumlar bu günə qədər münasibət bildirməyib? Mən bir daha üzümü tuturam dövlət başçısına. Möhtərəm prezident, mən sizə müraciət edirəm. Bugün öz başlığına son qoymanızı xahiş edirəm. Bu öz başlığının bugün davam etməsi bir vətəndaş kimi, bir Qarabağ müharibəsi veteranı kimi gələcəkdə səsimiz sizə çatdırmaq üçün atacağım adımdan çox şeydə asılıdır. Mən sizdən xahiş edirəm. Siz vətəndaşlara, sahibkarlara müraciət edirsiniz ki, dövlət vergisini ödəyib fəaliyyət göstərin. Mən bildirmək istəyirəm ki, son 5 ildə mən hər ay dövlət vergisi ödəyib, fərqləmə nişanı aldığım halda nə üçün Sumqayıt şəhər icra hakimiyyəti və polis rəisi mənim fəaliyyətimə müdaxilə eləyir, mənim fəaliyyətimi zəbt eləyir, mən fəaliyyət göstərə bilmirəm. Möhtərəm prezident, mən Azərbaycan dövlətinə qulluq etmişəm. Bir fakt sizə bildirmək istəyirəm. 2000-ci ilin əvvəllərində şəhərin mərkəzində xarici dövlətin aparaturası mən şəxsən yerim müəyyən eləmişəm. Nazirliyin baş idarəsi 3 dənə qara 24 həmin vətəndaşlar görsə məni tanıya bilər. Onları mən təşkil eləmişəm. Naxçıvan Muxtar Respublikasında mən olmuşam. Şəmsəddin müəllimin köməkçisi var, Əsgər müəllim. Ulu öndər müraciət eləyəndə Lalə Şövkət Hacıyevanın köməkçisi Əvəz müəllim vardı. Əvəz müəllimin göstərişi əsasında Müdafiə Naziri Məmməd Rəfi Məmmədovla görüşən mən olmuşam. Mən bu günə qədər sizdən bir də xahiş edirəm. Mən hansı əsaslarla bu çıxılmaz vəziyyətə salınmışam? Mən sizdən xahiş edirəm, sizdən kömək gözləyirəm. Əgər mənim başıma bir iş gələrsə, bütün məsuliyyətimlə deyirəm ki, Sumqayıt şəhər polis rəisi, icra hakimiyyətinin adına görə deyirəm ki, mənim telefonuma bugün Sumqayıt şəhər icra hakimiyyətinə pul verən şəxs özü yazıb telefonumda durur və deyib. Və bu əməlləri bu günə qədər mən etdiyim müraciətləri gizlədən dövlət məmurları daşıyacaqdır. Möhtərəm prezident, bir daha sizdən kömək gözləyirəm. Sizdən xahiş edirəm. Bugün öz başsağlığı aradan qaldırasınız.